mən İsrail adlı dövlətin Fələstində, Qəzzada törətdiyi terrorun əleyhinəyəm. Oradakı soyqırım eləməsinin əleyhinəyəm. Oradakı insanları, uşaqları, qadınları məhv eləməsinin əleyhinəyəm. Hamımız baxın, mən indi desəm ki, məsəl üçün də Rusiya-Ukrayna müharibəsində biraz Rusiya simpatiya olduğumu bildirsəm, insanlarımız bizi linç eləyir. Amma unutmayın ki, Putinin məsəl üçün deyək də 5 ayda Ukraynada öldürdüyü uşaqlardan 3 dəfə çox uşağı bir həftədə İsrail Fələstində öldürür. Yəni bu bilirsiniz, bu dünyanın vicdanı deyilən bir şey olmalı. Bax Qəzzanı görmüsünüz də 2-ci Dünya müharibəsində o faşistləri göstərdilər, Polşanı filan necə bombardıman edib, yerinə yeksan edib. Eyni vəziyyətdir. Yəni İsraili heç də mən şəxsən öz adıma deyirəm, sivil, insanpərvər, humanist bir dövlət kimi qəbul eləmirəm. Netanyahunu da onun elə rəhbəri qəbul eləmirəm. Netanyahu 100% qardaşının filan qisasını alır, o terrorçularla döyüşdə qardaşı həlak oldu onun. Yəni belə bir zamanda və baxın, bütün Türk İslam dünyasında Ləman xanım, İsrailə bir təpki var. Bizim dünyada ən yaxın dövlətimiz kimdir? Biz bilirik ki, yox, canımız bir, qanımız bir, yəni özlərinə ziyan da olsa bizim yanımız Türkiyə və biz də elə Türkiyənin yanında olmalıyıq da, düzdür ya yox. Və dövlətlər arası münasibətləri daha çox Türkiyə-Azərbaycan münasibətləri xalqlar məcbur eləyib də hökumətlərini. Məsələn, bizim hökumət istəsə Türkiyədən imtina eləyə bilər, yox, xalq Türkiyə deyir. Və Ərdoğan da istəsə eləyənməz, çünki xalq gedər Ərdoğanın üstündə ki, Azərbaycan bizim qardaşımızdır, biz də elə. İndi baxın, Netanyahunun hətta beynəlxalq haqq məhkəməsi haqqında həbs qərarı verib. Belə bir cinayətkarın, yəni baxın mən cinayətkar deyəndə heç kimi filan eləmirəm, məhkəmə qərarı var. Düzdür ya yox, necə Putin haqqında var, bunun da haqqında var. Bunun gəlib Bakıya səfərinin mən qəti əleyhinəyəm. 1. 5 gün qalmasının 2 qat əleyhinəyəm. Çünki bu dəqiqə adam ortalıqda tək qalıb deyə, hansısa dövlətlər, görürsünüz Macaristana da getdi, orada da bir poz verdi, filan elədi. Yox, yəni məni qəbul edirlər, İsraili qəbul edirlər, İsrail də hələ bir Amerikadan başqa demək olar ki, ortalıqda dostu qalmayıb adam. Yəni ona görə bir mənada bu məqamdan istifadə edib Azərbaycanı öz yanında həm müsəlman dövlətidir, həm türk dövlətidir, həm belə deyək də dünyaya tolerant bir dövlət kimi tanınır. Gəlib burada image, bir belə deyək də bərpa dönəmi keçmək istəyir. İsrail və Netanyahu. Deyə bilərlər, İsrailin bizə nə ehtiyacı var filan? Yox, elə deyil. Var. Gəlib poz verəcək. Hə, burada yeganə bir dənə mən bunun bu Netanyahunun Bakıda olmasını, onunla eyni havanı udmağımızı, yeganə dözməyimin bəlkə də səbəblərindən biri ola bilər ki, burada Ərdoğanla görüşü təşkil olunacaq onun. Bəli. Əslində bu xoş missiyadır, çünki Türkiyə ilə İsrail zaman-zaman amma bu gəlib məsələn Ərdoğan səhv eləmirəmsə ayın deyilənə görə 10-u gələcək. Netanyahu da 11-nə qədər Bakıda olacaq. Yəni o görüş də belə deyək də Türk mediası da verdi ki, belə bir görüş planlaşdırılır. Hətta İsrail mediası da verdi filan. İndi bu ola bilsin son ana qədər, görüş baş tutana qədər hər iki tərəf rəsmi vermir. Niyə? Çünki məsəl üçün Ərdoğan görüşə gəlir, İsrail ordusu vurur orada, məsəl üçün hansısa bir xəstəxananı partladır, orada da kifayət qədər uşaqlar ölür. Ərdoğan necə görüşəcək onunla? Görüşə bilməz. Yəni ona görə görüşə qədər bu açıq qalır. Görüşüləcək, görüşülməyəcək filan olacaq, olmayacaq, amma ehtimal odur ki, görüşəcək. Çünki Ərdoğan niyə Netanyahunun Bakıda olduğu günlər bura gəlir? Düzdür, bir gün o tərəfə gələ bilər də. 11-i bu getsin, 12-si Ərdoğan gəlsin. Amma eyni günə düşürsə, demək bunlar hesablanılıb və burada inşallah ki, bir razılıq əldə oluna. Baxın, o gün İsrailin Maliyyə Naziri danışır. Maliyyə Naziri də adam rəsmi adamdır. Rəsmi deyir ki, bizim indiki hədəflərimizdən biri Livanı sakit, Hizbullahı məhv eləmək, Həması sıradan çıxarmaq, Suriyanı məhv eləmək. Suriyanı sən niyə məhv edirsən? Suriya BMT-də tanınan dövlətdir, sərhədləri var, dili var, ordusu var, belə deyək də sivil bir dövlətdir, dünya tərəfindən qəbul. Sən necə yəni bir başqa dövləti məhv eləmək? Yəni baxın, və Ərdoğan burada yəqin ki, Netanyahu ilə o məsələləri, Fələstin məsələlərini razılaşdıracaq. Ki, qardaş, bax, sən bunu eləməsən, bizim münasibətlər düzələ bilir. Əvvəlkidən fərqlidir bu dəfə. Çünki Ərdoğanın özünün üzərinə baskı var. Ərdoğan seçkiləri, bələdiyyə seçkilərini bunlara görə uduzdu. Niyə? Çünki dedilər ki, Türkiyə İsraillə ticarət eləyir və müxalifət o
Türkiyə hökumətinin İsraillə hələ özəl şirkətlərindən, dövlət səviyyəsində yox, özəl şirkətlərin İsraillə ticarətinə görə Erdoğan bələdiyyələrdə ikinci yerə çıxdı, uduzdu. Və Erdoğan burada güzəşt eləmək şansı yoxdur İsrailə. Çünki İsrailə güzəşt eləyəcəksən, Türkiyəni itirəcəksən, səs itirəcəksən. Ona görə Netanyahu məcbur eləyəcək ki, qutar, atəşkəsi dayandır, müharibəni dayandır, atəşkəs imzala, Qəzzaya imkan ver, yardım gel. 2 aydır Qəzzaya yardım buraxmırlar. 2 aydır. Fikirləşin, çörək buraxmırlar. Biz burada xatırlayırsınız da Xankəndi yolunu bağlayanda BMT Təhlükəsizlik Şurası 2 dəfə yığıldı. 2 gündə 2 dəfə yığıldı az qala ki, siz orada çörək buraxmırsınız filanlar, xatırlayırsınız ermənilər də acından adamlar bir həftə acından 2 uşağı öldürdülər güya ermənilər. 2 aya bəs orada ölənlər, hanı BMT belə deyək, Təhlükəsizlik Şurası? Niyə yığışmırsınız? Niyə demirsiniz qardaş bu nə özbaşınalıqdır sən eləyirsən? Yəni Erdoğanın həm də bir Türk İslam nə deyək bir məsuliyyəti olan şəxsdir. O istəsə də eləyənməz. Məsələn Azərbaycan görürsüz manevr imkanları var. Oradan gedir Türkiyə ilə dostluq eləyir, buradan İranla Pezeşkiyan ardınca Netanyahu gəlir. Oradan Əslində Türkiyə bu daha gəlir. doğru mövqe deyilmi? Bəzən Erdoğana ona görə qınayırlar Doğru ki, mövqe necə deyil, olur ki, amma- ərəblər bütün günü elə İsraili dəstəkləyən Amerikanın ətəyində namaz qılırlar. Necə olur Erdoğan boynuna ölçülüb bu missiya? Erdoğan, hər liderin bir missiyası var. Məsələn, onda eyni sualı mən verə bilərəm ki, dünyada nə qədər xristian dövləti var? Bəs İsraili qorumaq məhz Trumpın boynuna düşüb? Məsələn, Fransada gedin, İsrailin əleyhinə mitinqlər olur, İtaliyada olur, Almaniyada olur. Dövlətlər hətta, məsəl üçün deyək, İsrailə qarşı konkret mövqe qoyurlar. Avropa dövlətləri konkret. Bəs niyə Trump durub deyir ki, biz xristianlar olaraq, baxın, şey də dedi, Vance də dedi bunu, departamenti rəhbəri də dedi, nədir o alnına xat çəkib çıxan. Onlar Trump da açıq dedi, dedilər bizim missiyamız İsraili qorumaqdır. Allah bizim üzərimizə İsraili qorumaq borcu öhdəliyi qoyub. Ya Trump bu dəqiqə istəsə İsrailin əleyhinə gedənməz. Niyə? Çünki həm də o vədlərlə gəlib. O vədləri verə-verə Amerika xalqından dəstək alıb. İndi Erdoğan da gələn gündən din deyir, İslam deyir, qardaşlıq deyir, ümmət deyir, Ayasofyanı açır və Erdoğanın başqa şansı yoxdur. İzah edə bilir. Yəni, həm də Türkiyənin o Osmanlının varisi kimi çıxış eləmək bir funksiyası vardı. İndi görürsünüz özlərini Osmanlının varisi kimi göstərirlər. İndi bu bir xəttdir də. Məsələn, necə ki Amerika özünü Romanın varisi kimi aparır, hətta senatı filan hamısı Roma kimi qurur. İndi Azərbaycan eləməyə bilər. Azərbaycan deyir qardaşım, mən məsəl üçün deyək də Romanın da varisi deyiləm, Osmanlının da varisi deyiləm, heç Səfəvin də Səfəvilərin, Əfşarların da varisi deyiləm. Mən balaca bir özümə uyğun bir dövlətəm. Burada bütün qonşularla normal siyasi münasibət. Məsələn görürsüz biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, Rusiya ilə də əməkdaşlıq edirik, hə? İsraillə ən yaxın münasibətləri qurmuşuq. Pezeşkiyan da burada gəlir, qonaqpərvərlik göstərir. Türkiyə ilə də qardaşıq. Türkiyə ilə qardaşıq, İsrailə buradan məsələn ticarət eləyib filan eləyir. Yəni Azərbaycan təməlindən belə qoyduğu üçün və iddiaları da Erdoğanın və ya Trumpın iddiaları boyda olmadığı üçün bizim manevr imkanlarımız var. Amma Erdoğanın elə manevr imkanı yoxdur. Ona görə Bakıda baş tutacaq, mən ehtimal olunan o görüş, hardasa ayın deyəsən, hədə 10-u ya 11-i nədirsə, 10-u 11-i baş tuta biləcək görüş. Mən düşünürəm ki, həm İsrail üçün, həm Türkiyə üçün çox həlledici, hətta İslam dünyası üçün həlledici bir dönüş ola bilər. Hələ burada indi tək İsrail-Türkiyə arasında tək artıq Qəzza və Həmas məsələsi deyil, artıq Suriya məsələsi də var. Artıq İsrail orada duruzlar var. Duruzlar deyir ki, İsrail deyir ki, duruzların hüququnu qorumaq üçün gəlib sənin hərbi bazaları bu. Sən nə vaxtdan başqa ölkələrin hüquqlarını qoruyan bir şey olmusan? Yəni bu nəyin göstəricisidir? Yəni ona görə Türkiyə bu dəqiqə Suriya kimin cavabdehliyindədir? Türkiyənin cavabdehliyindədir. Və kimsə deyə bilər ki, cavabdehliyindədir, indi imtina eləsin. Yox, bəs Türkiyə bu gün Suriyada öz qarantörlüyünü, öz hegemonluğunu göstərə bilməsə, sabah Liviyadan da Türkiyəni çıxardarlar, məsəl üçün deyək, Afrika ölkələrindən də çıxardarlar, digər ölkələrdən ki, sən etibarlı müttəfiq deyilsən. Ona görə Erdoğanın indiki status vəziyyəti biraz qəlizdir. Yəni, məsəl üçün Netanyahu'dan daha qəlizdir. Çünki Netanyahu özünü qoyub, belə deyək də, dəli oğlanlığa, asaram, kəsərəm, vuraram, doğrayaram, elə də eləyir, fakt. Və o bilir ki, baxın, bu dönəmindən sonra ya həbs olunacaq,
Ya da tutaq ki, nəsə olacaq. Çünki Netanyahu sağ baş aparmayacaq o dünyaya. Yəni Netanyahunun iqtidarı bitdiyi anda, iqtidardan getdiyi anda siyasi karyerası da bitəcək. Amma Erdoğanın hələ hədəfləri, planları, filanları var axı hazırlaşırlar. O baxımdan Erdoğan daha baskı altındadır, nəinki Netanyahu. Düz Netanyahu da riski var. Türkiyə ilə qarşı-qarşıya gəlmək filan. Xatırlayırsa getdi Trampdan xahiş elədi ki, bəs Türkiyə ilə bizim aramızda arabuluculuq elə də, yəni biz Suriyada qarşı-qarşıya gəlməyək. Amma bu tərəfdən də nazirlər deyir ki, Suriya məhv edəcəyik.